Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə tam da mövsümü olan toyuqlu nardançanın hazırlamasını paylaşmaq istəyirəm. İnanın ki, o qədər ləzzətli bir yeməkdir ki, heç yanında nə pulov, nə qarabaşaq, heç bir qarnirə ehtiyac olmadan ləzzətlə çörəyə batırıb yeyəcəyiniz möhtəşəm bir yeməkdir. Mütləq videonu sona qədər izləməyi unutmayın. Videomu bəyənsəniz like etməyi unutmayın. İndi keçək hazırlama qaydasına. Əvvəlcə tavaya 3 xörək qaşığı kərə yağı, 7 xörək qaşığı duru yağ əlavə edirəm və yağ tam qızdıqdan sonra gördüyünüz kimi elə bir qoz boyda doğradığım toyuğun döş ətini əlavə edirəm. Bunu siz adi kət çolpası ilə, adi məsəl üçün toyuqla da, ətlə də eləyə bilərsiniz. Toyuğun filesini, yəni o yüz bu yüz qızardıram. Bir növ mühürləyirəm. Gür atəşdə bunu edirəm ki, suyunu buraxmasın. Hələ duz vurmuram, duzu sonda vuracağam. İndi duzu vursam əgər, belə deyim də, əvvəlcədən duzu vursam əgər ətə, onda suyunu buraxacaq. Və mənə də lazımdır ki, suyu buraxılmasın, sadəcə qızarılsın. Hər iki yüzü qızarıldıqdan sonra ətləri tavadan götürürəm və yarım halqa şəkildə doğradığım soğanları tavaya əlavə edirəm. Nazik soğanı doğramaq lazımdır. Və soğanı əlavə etdikdən sonra soğana duz əlavə edirəm və soğan tam qızarıb rəngini dəyişənə qədər qızardacağım. Soğan qovrulduqdan sonra əvvəlcədən qızartdığım toyuq ətini də tavaya əlavə edirəm və üzərindən nar dənəsi əlavə edirəm. Nar dənəsi bu yeməyə xüsusi bir ləzzət, ətir, dad qatır. İnanın ki, mən inşallah sizlə paylaşacağım narı necə saxlayıram. Ümumiyyətlə, belə deyim də, il uzunu məndə evdə nar olur. Mən və bu yeməyi tez-tez hazırlayıram. Çünki çox sevirəm. Ələxüsus da çörəyə batırıb yeməyi ümumiyyətlə çox sevirəm. Və narı əlavə etdikdən sonra tavanın qapağını bağlayıram və orta atəşdə nar öz sokunu buraxana qədər bişirirəm. Hardasa bir 20-25 dəqiqə ərzində bişirirəm. Artıq ki, görəcəksiniz ki, yağa düşüb ha. Və o narın ətri, narın belə deyim də, qoxusu ki, bütün evi bürüyəcək ha. Onda tavanın altını söndürəcəksiniz və yemək artıq hazır olmuş olacaq. Yediyiniz zaman narın içinin dənələri heç bir sizin narahatçılıq yaratmayacaq. Bunu əminliklə deyirəm sizə. Hələ soğan ümumiyyətlə bilinmir. Yəni o qədər dadlıdır ki, inanın ki, yəni bu yeməyi sadəcə hazırlamanız kifayətdir ki, yəni hər gün hazırlayasınız bundan. Hazırlayın, göz haqqınızı halal edin. Və bir şey qeyd edim ki, bu yeməyin yanında qarnir olaraq düyü çox gözəl yaraşır. Yəni düyü süzüb süfrəyə təqdim edə bilərsiniz. Sağ olun, şərhlərinizi gözləyirəm, like'larınızı gözləyirəm. Əgər abunə olmamışsınızsa kanalıma abunə olun ki, hər gün yeni çıxan videodan ilk siz xəbərdar olasınız.